Bu şeirimizde bir kardeşimiz bizden xahiş elədi. Dedi ki, cavan yaşında vaxtsız və hədəfsiz iki dostum rəhmətə gedib istəyirəm. Mənim adımdan onların əziz xatirəsinə bir şeir hazırlayasan, səsləndirəsən. Bu şeirimizdə dostu Bəxtiyar və Qismət tərəfindən cavan yaşında vaxtsız və hədəfsiz dünyadan köçən Həsən və Şahid qardaşımızın əziz xatirəsinə həsr olunur. Yazmışam ki, sən bizi tərk etdin cavan yaşında. Sən bizi tərk etdin cavan yaşında, bu gediş yaraşmaz sənə qardaş. Gözümüz qalıbdı məzar daşında, ay mənim qardaşım, dostum, sirdaşım. Qismətim beləymiş, qara yazılıb. Qismətim beləymiş, qara yazılıb, ən yaxın sirdaşım. Dostum, hardasan? Sən idin arxamda, dağ bildiyim kəs. Güvəncim, qolumda gücüm, hardasan? Qara bir daş olub qardaş dediyim. Qara bir daş olub qardaş dediyim, yazanda kəm yazdı, alın yazısın. Dur gedək qardaşım, nə dayanmısan? Dostların qardaşsız necə yaşasın? Dur gedək qardaşım, nə dayanmısan? Dostların qardaşsız necə yaşasın?